Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz Müslümanlar, əziz mənim dəyərli qardaşlarım, dünyanın dörd tərəfində yaşayan Müslümanlar. Sizi gözəl Ramazan bayramı münasibətilə təbrik edirəm inşallah. Allah Əzze və Cəllə tutduğunuz orucları, etdiyiniz bu xoş ibadətlərin hamısını Allah Əzze və Cəllədən arzu edirəm, Allah qəbul eləsin. Amin. Hem öz adımdan, hem sizin adından. Allahümme amin. Allah Azze ve Celle hem sizden hem bizden kabul eylesin. Er-Rahman olan Rabbime dua ederim ki Allah Azze ve Celle günahlarımızı bağışlasın. Görünen ve görünmeyen, gizlide ve aşkarda olan günahları bağışlasın inşallah. Eşşakur olan Allah'tan, Rabbimizden dua ederim ki Allah'tan şifa dileyen Müslümanlara Allah Azze ve Celle şifa versin. Ya Erhamer Rahimin. Amin. Allah Azze ve Celle əsir girov düşən Müslüman bazı qardaşları, körpələri azad eləsin. Amin. Hansı ki dünyanın dörd tərəfində bir dəqiqə aclıq içində, çətinlik içində yaşayan Müslümanlar var. Allah Azze ve Celle onların ehtiyaclarını ödesin. Allah Azze ve Celle onlara bol bol su quyuları, bol bol halal ruzilərdən nəsib eyləsin. Ya Rabbi, amin. Ya Er-Razzaq, sən gözəl ruzi verənsən. Sən rəhimli və mərhəmətlisən bəndələrinə qarşı. Ya Rabbi, özün onları ruziləndir. Özün onlara rəhm elə, Ya Rabbi. Bu əziz gündə. Ya Rabbi, gələn Ramazana qədər ömrümüzü bərəkətli elə, Ya Rabbi. Günahlarımızı bağışla, Ya Rabbi. Bizlərin nəfsimizi, qəlbimizi bütün yaratdıqlarının şərindən qoru. Qəlbimizi şeytanların şərindən qoru. Amin ya Rabbi. Bütün yaratdıqlarının şərindən Allah'ın bütün dünyanın dörd tərəfində yaşayan Müslümanları qoru ya Rabbi. Əziz Müslümanlar, bayramımızı təbrik edirəm bu gözəl gündə. Allah sizə bərəkətli ömür nəsib eləsin. Amin deyirəm. Allah sizə rəhmət eləsin. Allah sizə, Allahın rəhməti, bərəkəti, nəzəri daimi üzərinizdə olsun. Uca Allah'tan sonda dua edirəm ki, Allah Azze ve Celle bizi öz dinində sabit eləsin. İslam üzərində yaşayıb, İslam üzərində dünyamızı dəyişməyə bizə nəsib eləsin. Canımızdan və malımızdan Allah yolunu xərcləməyə bizə nəsib eləsin, ya Rabbi. Bizə əməli salih evlatlar nəsib eləsin, ya Rabbi. Amin. Sağlam, zdarovi, qlavna. Amin ya Rabbi. Hay Allah. Bize səbri versin ya Rabbi. Nəfsimizi, qəlbimizi sən idarə et. Bizim səndən başqa sığınacaq bir yerimiz yox ya Rabbi. Ya Er-Razzaq, özün bərəkətli ruzi qapıları aç üzümüzə. Bərəkəti üzərimizə yağış kimi yağdır ya Rabbi. Amin ya Rabbi. Allah'a emanet olun əziz Müslümanlar. Allah'a emanet olun. Allah'a emanet olun. Allah sizləri qorusun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.